şokolad yeyinti firması da var və onun adı Delafe'dir. Həmən bu firmanın siması, yeni bir siması peyda oldu. Bu sima isə Natavan Həbibidir. Nişan konfetini paylayan Natavan. Elə də bilirdim belə sual olacaq. Hə, inşallah gün o gün olsun ki, yəni bizim bütün subaylarımız, bütün qızlarımız, yəni nişan konfetləri paylayanda Delafe konfetlərini paylasınlar. Natavan, əlinə xonça götürüb şirinlik paylayırsan, sonra da deyirsən ki, nişanım deyil. Onda bu hərəkətini tamaşaçılara izah elə. Mən bugün nişan yox, elə belə, yəni bütün qonaqlarımıza belə şirinlik payladım. Xoş gəlmişsiniz. Şirniyyatı sevənlər, dadlı təyyamlardan zövq alanlar ekrana yaxın əyləşin. İsveçrənin ən dadlı Delafe firması artıq Bakıdadır. Natavan da həmin firmanın tanıdıcı üzüdür. Ən gözəl hədiyyə məncə indi Bakıda, Azərbaycanımızda elə Delafe'nin hədiyyələri olacaq. Çünki qutuları özü, yəni onun bükülmüş formaları, ümumiyyətlə hədiyyə özü çox zövqlü və çox qəşəngdir, həm də çox dadlıdır. Azərbaycanda yeniliyi olan Delafe barədə qoy şirkətin baş meneceri Viyanəsə danışsın, siz də xəbərdar olun. Delafe pərvən gələn perivodu İsveçrədən bizi hazırlayan şokoladı, içində 24 karatlıq qızıl ilə bəzədilən yeməklər və şirniyyat, tabaq, siqaralar, şampanlar və çaylar hazırlayır. Fərqlənmək istəyirsinizsə Delafe'yə gəlin və artıq biz Bakıdayıq, sifarişlərinizi qəbul edirik. Qızıl məhsulları orqanizmdən toksinlərin eliminasiyasına şərait yaradır, əql-ruhiyyəni yaxşılaşdırır, təsəvvürü, əqli, zəkanı aydınlaşdırır və ona görə də profilaktik məqsədlə məsləhət görərdim ki, qızıl xüsusi qida maddələrinin yeyilməsi və istifadəsi daha məqsədə uyğun sayılır. Əgər siz də fərqlənmək istəyirsinizsə, tərkibində 24 dəyərlik qızıl olan Delafe məhsullarından mütləq istifadə edin.